Dişlərim təbii görünsün istəyirəm, amma metal istəmirəm. Bu cümləni bizə hər gün pasiyentlər deyir. Bəs zirkon dişlər hər kəs üçün uyğundurmu? Bu videoda kimlər üçün ideal olunduğu, kimlər üçün alternativlərin daha uyğun ola biləcəyini izah edəcəm. Zirkon diş dedikdə metal altlıq olmayan, yüksək möhkəmliyə və estetikaya malik diş örtüyü nəzərdə tutulur. Ən böyük üstünlüyü işıq keçirməməsidir. Yəni dişlər daha ağ, daha canlı və təbii görünür. Zirkon dişlər kimlər üçün uyğundur? Birinci növbədə ön dişlərdə estetik problemi olan şəxslər üçün uyğundur. Rəng dəyişikliyi, formanın pozulması, aralı dişləri varsa zirkon ideal seçimdir. İkinci qrup metal allergiyası olan pasiyentlərdir. Zirkon biouyğundur. Diş əti ilə çox yaxşı uyğunlaşır və allergik reaksiya vermir. Diş ətində qaralma problemi yaşayanlardır. Metal dəstəkli dişlərdə zamanla diş əti kənarında boz rəng görünə bilər. Zirkonda bu problem olmur. Dördüncü qrup isə uzun ömürlü və möhkəm həll istəyənlərdir. Zirkon düzgün hazırlanıb, düzgün qulluq edilərsə illərlə problemsiz istifadə oluna bilər. Bəs kimlər üçün uyğun olmaya bilər? Əgər pasiyentin diş sıxma vərdişi varsa və bu nəzarət altına alınmırsa, zirkon dişlər risk altında ola bilər. Bu halda qoruyucu gecə plakları mütləqdir. Həmçinin ağız gigiyenası zəif olan şəxslərdə istənilən diş örtüyü problemi yarada bilər. Zirkon diş qoyuldu, iş bitdi anlayışı düzgün deyil. Zirkon diş hər kəs üçün avtomatik seçim deyil. Ağız quruluşu, diş əti vəziyyəti və vərdişlər nəzərə alınmalıdır. Ən doğru qərar isə həkim müayinəsindən sonra verilir.